Gününüz uğurlu olsun değerli izləyicilər. Günə davam izləyirsiniz. Qarlı Bakıya oyandıq. Qarlı Bakı səhərində çox belə gözəl mənzərəni izləyərək gəldik. İşimizin başındayıq, doğma studiyamızdayıq. Ümidvaram ki, gününüz gözəl keçəcək və bu hava şəraitindən istifadə edərək özəlliklə uşaqlı ailələrdə övladı olan ailələr qartopunun da dadını çıxaracaqlar. Və bu qarlı hava günlərində əksər insanı narahat edən bir sıra məsələlər, bir sıra suallar, mövzular var ki, bugün efirimizdə elə baxın bu mövzulara toxunacağıq. Bu ən aktual məsələlərdən biri qış fəslində istilik məsələsidir. İstiliklə bağlı olan suallarınızı bilirik, biz ünvanlamışdınız və biz də qonaqlarımıza verəcəyik, cavablar alacağıq. Bir məsələ də var ki, qış fəslindəyik və çox təəssüf ki, nə qədər diqqət eləsək də müəyyən problemlər yaranır səhhətimizdə. Bu halda isə biz həkim tövsiyəsi ilə əlbəttə dərmanlara üst tuturuq. Son günlər isə belə bir halları çox müşahidə eləyirəm. Əsasən sosial şəbəkədə çox müzakirə olunur ki, bizdə satışda olan dərmanların effektini elə də görmürük, amma xaricdən gələn dərmanların birbaşa təsirini görürük. Bu nə qədər doğru bir məlumatdır, yoxsa bir mifdir? Bax, bu haqda da qonaqlarımızla maraqlı söhbətimiz olacaq. Növbəti mövzularımız, sujetlərimiz haqqında isə hər zamanki kimi anonsu Elnur edəcək. Elnur, günün uğurlu olsun. Aydaş, böyük məmnuniyyətlə həm səni salamlayıram, həm tamaşaçıları və diqqətlə səni dinləyirdim ki, nə qədər gözəl anons etmiş olursan bu mövzuları və xüsusilə vurğulamaq lazımdır ki, bəli, bax, bu mövzuların hər birinə toxunacaq. Bundan əlavə də gender bərabərliyinə də toxunacaq. Bu mövzu bizim üçün hər zaman həssasdır. Və gender bərabərliyini qorumaq istiqamətində hansı işlər görülür, hansı layihələr həyata keçirilir? Bax, bu mövzuda söhbətimiz olacaq. O ki, qaldı hal-hazırda hava şəraitinə güclü qar yağmaqdadır. Bax, bunu bilin, ola bilsin ki, hal-hazırda yeni oyanmışsınız, evdən bayra heç çıxmamışsınız və biləsiniz ki, mərkəzi yollar açıqdır, rahat bir şəkildə təmizlənib. Bunu hansı ki, bizim verilişimizin qonağı gəlmişdi ki, qarşıdakı günlərdə bilirsiniz ki, qar gözlənilir demişdik və o da demişdi ki, artıq mərkəzi yollar hər biri təmizdir. Bunu xüsusilə vurğulamaq lazımdır. Ara yollarda bir balaca o qar qalmaqdadır, amma buna baxmayaraq güclü qar yağır və odur ki, bu məlumatı da böyük məmnuniyyətlə sizə təqdim etmiş olduq. O ki, qaldı, qonaqlarımızı dəvət etmədən öncə toxunduğumuz çox maraqlı sujetlərimiz olur, rubrikalarımız olur ki, bugün də sizə təqdim olacaq, amma əsası odur ki... Bu rubrikanı da yenilikcə başlasaq da düşünürəm ki, kifayət qədər çox geri dönüş olacaq. İş dünyasında özəlliklə qadının gücündən danışırıq və iş dünyasında öz yaradıcılığını işinə qataraq böyük uğur qazanan və başqa qadınları da ilhamlandıran qadınlardan danışırıq. Hansı ki, bizim verilişdən gəlib keçirlər, bax, bu xanımlar və biz də onları mütəmadi olaraq izləyirik və yeni başladıqları halda bizim verilişimizin qonağı oldu, biz geniş auditoriyaya təqdim etdik, artıq öz bizneslərini yaradıblar, özləri ayaq üstə dayanmağı bacarırlar və düşündük ki, niyə onlarla bağlı çox maraqlı sujetlər sizə təqdim etməyik və onları yenidən sizə tanıtmayaq. Söhbət Ülviyə Məmmədlidən gedir. Düşünürəm ki, izləyicilərimizin əksəriyyəti yəqin ki, Ülviyə xanımı tanıyırlar, onun videolarını da, onun tərzini də bilirsiniz, amma görə Ülviyə xanım özü ümumiyyətlə bu qədər uğuru əldə edənə qədər bax bu yolun necə keçib, onun danışdıqları da bugün düşünürəm ki, bəlkə də öz biznesini başlatmaq istəyən qadınlar üçün kifayət qədər böyük bir motivasiya olacaq. Gəlin sujetimizi izləyək. Buyurun. Azərbaycan mətbəxi yüzillər boyu nəsildən nəsilə ötürülən dadlarla zəngindir. Lakin zaman keçdikcə bəzi reseptlər unudulur, bəzi dadlar itir. Bugünkü qəhrəmanımız bu qədim ləzzətləri yenidən xatırladan yemək blogeri Ülviyə Məmmədlidir. Hər bir peşədə, hər bir işdə insan iki məqam var, hansına ki biz mütləq toxunmalıyıq. İlk növbədə o bizim istədiyimiz, həvəs olduğumuz peşə olsun. Bu bir. İkincisi də məqsəd olmalıdır. Mən bu sahəni başladım yavaş-yavaş izləməyə, öyrənməyə. Hər yeməyin bir hekayəsi var. Bəziləri nənələrimizin əllərindən süfrələrimizə gəlir, bəziləri isə zamanın axarında unudulur. Amma bugün o unudulan dadlar yenidən xatırlanır. Bu qədimi təamlarımızdan biri əncir fərəcdir. Bütün Abşeron yarım adalarda bitən bir ağacdır əncir və bizim nənələrimiz
heç vaxt heç nəyi israf etmirdilər və hər şey immunitet qaldırmaq üçün hazırlayırdılar. Onların biri belə əncir fərəçdir. Mən nə qədər axtardım bunun reseptini 2020-ci ildə. Mən tapmadım. Yadıma düşdükcə bunun dadlarını mən bütün ədvaları eksperiment olaraq işlətdim. Yavaş-yavaş mən bax bu formada artıq dəb olaraq hər il hazırlayıram, amma bu artıq orijinal bir resept. O bizə Şəki dovğasının qədim üsullarla hazırlanmasını göstərdi. Bu xüsusi resept nəsillər boyu qorunub və Şəki süfrələrinin ayrılmaz hissəsinə çevrilib. Həqiqətən də inanılmaz dadı var. Ülviyə xanıma bizə bu gözəl resepti göstərdiyiniz üçün təşəkkür edirik. Keçmişi qorumaq, qədim dadları yaşatmaq mədəniyyətimizin bir parçasıdır. Ülviyə Məmmədli kimi insanlar sayəsində Azərbaycan mətbəxinin unudulmuş reseptləri yenidən xatırlanır və bizə o qədim ləzzətləri yenidən yaşadır. Artıq 5 ildir blogerlik fəaliyyəti göstərirəm və ümumiyyətlə uğurlarım çox olub bu yolda. Böyük, uzun, çətin bir yoldur. Amma mən bunu bacardım. Bacardım və hər bir xanıma tövsiyə edirəm ki, arzularınızın yolunda olasınız. Çünki doğrudan da istəkdən çox şey asılıdır. İnsan hər şeyə bu həyatda nail ola bilər.